Əziz şagirdlər, hər vaxtınız xeyir. Bildiyiniz kimi bu ildə biz Stimul Olimpiyadasını keçirəcəyik. Ötən il olduqca maraqlı, həyəcanlı və şən dəqiqələrlə dolu olan olimpiyadamızda bir çox şagirdimiz bacarıqlarını, biliklərini nümayiş etdirərək maraqlı, bahalı, dəyərli hədiyyələr qazanmış oldular, sertifikat almış oldular və düşünürük ki, bu ildə olimpiyadamızın miqyası genişlənəcək. Keçən il iştirak edənlərlə yanaşı, həm də yeni iştirakçılarımız olacaq. İlk dəfə iştirak edəcək şagirdlərimizin işini müəyyən qədər asanlaşdırmaq üçün sizinlə ötən il düşmüş bəzi sualların üzərindən keçəcəyik və sizi tanış etmiş olacaq. Beləliklə, siz müəyyən qədər özünüzdə inam, əminlik əldə etmiş olacaqsınız və görəcəksiniz ki, olimpiyadada suallar heç də çətin deyil. Mütləq şəkildə bu şansdan, fürsətdən istifadə edin və olimpiyadada iştirak edin. Əziz şagirdlər, gəlin elə ilk sualımıza nəzər salaq. Gördüyünüz kimi ekranda mətndir və suallarımız bu mətnlə bağlıdır. Mətnin mövzusu gələcəyin peşələri, virtual dünyaların memarı. Bizdə siz bununla bağlı bir mətn görəcəksiniz. Mətni istəyirsinizsə elə tez, qısaca birlikdə oxumuş olaq. Virtual və artırılmış reallığın getdikcə populyarlaşdığı dünyada yeni peşələr yaranır. Onlardan biri də virtual dünyaların memarıdır. Bu mütəxəssislər rəqəmsal məkanlar yaradırlar. Belə ki, orada həm öyrənmək, həm işləmək, həm də istirahət etmək mümkündür. Onlar müasir 3D modelləşdirmə proqramlarından istifadə edir, virtual mühitdə landşaftlar, binalar və hətta hava şəraiti hazırlayırlar. Virtual reallıq rahat olsun deyə elm insanın məkanı və necə qəbul etdiyini nəzərə alır. Mühəndislər insanlara bu dünyada hərəkət etməyə və qarşılıqlı əlaqə qurmağa imkan verən qurğular, VR eynəkləri, hərəkətə reaksiya verən əlcəklər və sensorlar yaradırlar. Bu peşədə dizayn çox önəmlidir, çünki rəqəmsal dünyanın görünüşü insanın əhval-ruhiyyəsinə və davranışına təsir göstərir. Bundan əlavə, riyaziyyat obyektlərin ölçülərini və məsafələrini hesablayaraq hər şeyin real görsənməsinə kömək edir. Mətni oxuduqdan sonra bizim qarşımıza bəzi suallar çıxır. Misal üçün, virtual dünyaların memarlarına hansı elm kömək edir? Geologiya, qavrama psixologiyası, metal kimyası, yoxsa astronomiya? Əgər mətni yaxşıca dinlədiksə və oxuduqsa, biz anlaya bilərik ki, ümumiyyətlə insanların qavrama məsələsi bu psixoloji məqamdır və qavrama psixologiyası elə virtual memarların əsas götürdükləri ən birinci elementdir. Virtual dünyaların memarları işlərində nə istifadə edirlər? Əlbəttə ki, onlar 3D modelləşdirmə və VR texnologiyalarından istifadə edirlər. Digər suallarımız da ekrandadır. Əsas göstərmək istədiyimiz odur ki, mətni yaxşı oxumaq, onu anlamaq və həmin mətnə dair sualları cavablandırmaq lazım olacaq. Bu, həm aşağı yaş kateqoriyasında, həm yuxarı yaş kateqoriyasında, bütün yaş kateqoriyalarında belədir. Əziz şagirdlər, mətn sualları hər yaş kateqoriyasında var. Sadəcə olaraq, kateqoriyaya uyğun olaraq çətinlik dərəcəsi də fərqlidir. Bununla yanaşı, bildiyimiz kimi, olimpiyadamız Stimul Olimpiyadasıdır və ona görə Stimul Olimpiyadasının hər 5 ünsürü üzrə suallarımız olacaq. Və gəlin ilk sualımızla tanış olaq. Sehirli kvadrat. Bu kvadratda 1-dən 16-ya qədər olan ədədlər xüsusi bir məntiqlə xanalara düzülüblər. Bu məntiqə əsasən ən üst sətirdəki boş xanalarda ola biləcək mümkün ədədlərin cəmi neçəyə bərabərdir? Biz ən üst sətirdəki boş xanaları görürük. Bunlar 2 xanamızdır bizim və bu xanalara uyğun olaraq biz diqqətlə nəzər yetirsək, görəcəyik ki, 1 burada, 16 burada, 15, 13, 2 və 4. Bu o deməkdir ki, hər xanada ilanvari birdən başlayaraq belə zəncir vari davam edərək 16-ya qədər çatmışıq. Aha, əgər belədirsə, o zaman bizdə nə var? 1, 2. Burada yalnız 3 ola bilər. Burada yalnız 3 olduğundan 4. Ya 5, 6, 7 ya da 4, 5, 6, 7 ola bilər. Beləliklə,
3, 5 və 6 cəmi 3 ədədimiz ola bilər. İlk sətirdə ola biləcək 3 ədədin cəmi isə bizə 14 verir. 3 üstəgəl 5, 8, 8 üstəgəl 6, 14. Gördüyünüz kimi suallar o qədər də çətin deyil. Sadəcə olaraq məntiqi, mühəndis riyaziyyatını işlətmək lazımdır və siz hər bir sualın öhdəsindən gələcəksiniz. Mən bundan əminəm. Gəlin ikinci sualımızla tanış olaq. 124.570 ədədində 2 rəqəmi sildikdə yerdə qalan 4 rəqəmli ədəd 6-ya qalıqsız bölünür. Silinən rəqəmlərin hasili neçəyə bərabərdir? Olduqca maraqlı bir sualdır. Ümumiyyətlə, diqqət edirsinizsə, rəqəmlər arasında 0 da var. Amma cavablar arasında 0 yoxdur. Bu o deməkdir ki, biz 0-ı silmirik. Çünki hasil əgər 0-ı silsəydik, o zaman 0-a bərabər olacaqdır. Çünki hansı ədədi 0-a vurursan vur, yekunda 0 edir. Əgər 0 qalırsa və silinən 2 rəqəm məhz bu 5 rəqəm arasındadırsa, o zaman biz qaydadan istifadə etməliyik. 6-ya bölünmə, qalıqsız bölünmə qaydası necədir? Həmin ədəd həm 2-yə bölünməlidir, yəni cüt ədədi olmalıdır, həm də 3-ə bölünməlidir. 3-ə bölünmə qaydası bizdə necə idi? Ədədin rəqəmlərinin cəmi 3-ə bölünürsə, deməli, həmin ədəd qalıqsız 3-ə bölünür. Sonuncu rəqəmi biz bilirik, 0. 5 rəqəmdən hansının 3-ünün cəmi 3-ə bölünə bilər? Gəlin birlikdə baxaq. 1, 2, 4. Alınırmı? Yox, rəqəm 7. 1, 2, 4 saxlasaq 5, 7-ni silsək, o zaman bizdə nə alınır? 7. 7 isə 3-ə bölünmür. 4 ilə 7-ni bölsək, cəmi eləyir 8. Yenə alınmır. 2 ilə 5-i silsək, 1, 4, 7, 0. 1, 4, 5, 7, 12. 12 3-ə bölünür və cüt rəqəm olduğu üçün 2-yə bölünür. Beləliklə, 1470 rəqəmi əminliklə 6-ya bölünür deyə bilərik. Əziz şagirdlər, beləliklə 1470-i 6-ya böldükdə neçə eləyir? 245 və biz 2 ilə 5 rəqəmlərini silmiş olduq. 2 ilə 5 rəqəmlərinin hasili isə bizə 10 verir. 10 C bəndində qeyd olunub. Bir növbəti sualla davam edək. Bu piramidada eyni sırada olan qonşu ədədlərin üzərindəki xanada onların cəmini yazıblar. Yəni, yaxın qonşu ədədlər, yuxarıda onların cəmi. Qonşu, yuxarıda onların cəmi, qonşu, yuxarıda onların cəmi. Bəzi xanalardakı ədədlər pozulub. Ən üstdəki xanada hansı ədəd idi? Aha, olduqca maraqlı bir sualdır. Belə ki, biz hər qonşu ədədin üstündəki ədədin, onun o iki ədədin cəmi olduğunu bilirik. Burada rəqəmlərimizə diqqət yetirək. 16. 16 biri 7-dirsə, digəri 9 olacaq. Bu 7-dirsə, bura 6 olacaq. Bu 6-dırsa, bura 3 olacaq. Çünki burada 9 idi. Burada da 3-dürsə, 3 və 5, 8. 8 ilə 9 bizə 17 verir. 17 ilə 16, 33. Beləliklə, yuxarı xanada 33 ədədi gizlənib. Əziz şagirdlər, bildiyiniz kimi stimulda, yəni STEM sözündə E hərfi həmçinin arts, yəni incəsənəti bildirir. Və bu tip olimpiyadada biz incəsənəti kənarda qoya bilməzdik. Gəlin, olimpiyadamıza düşən suala baxaq. Ekrana diqqət, biz belə bir gözəl rəsm əsəri görürük və sualımız isə belədir. Bu əsər SSR vaxtı hansı respublikada çəkilib? Estoniya, Moldova, Gürcüstan, yoxsa Özbəkistan? Əziz şagirdlər, şəkildə biz nə görürük? Bir qrup insan
pambıq yığır. Və cavablarımız: bu əsər SSR vaxtı hansı respublikada çəkilib? Estoniya, Moldova, Gürcüstan, yoxsa Özbəkistan? Bildiyimiz kimi pambıq yığırlar və fiziki olaraq əgər görünüşlərinə baxsaq, bu daha çox Orta Asiya xalqlarına bənzəyir və düzgün cavabımız D bəndi, qardaş Özbəkistan. Əziz şagirdlər, gəlin daha bir sualı birlikdə həll edək. Sualımız isə belədir. Bakı ilə Paris arasında vaxt fərqi 2 saatdır. Parisdən Bakıya təyyarə 400 dəqiqəyə çatır. Əgər təyyarə Parisdən 10:20-də yola düşərsə, Bakıya yerli vaxtla saat neçədə çatar? İlk növbədə Bakı ilə Paris arasında 2 saat fərq olduğunu bilirik. Bu deməkdir ki, Paris bildiyimiz kimi Bakıda qərbdə yerləşir və orada 10:20 olduqda Bakıda artıq 12:20 olmuş olacaq. 12:20 olduqda indi uçuş müddətini, yəni 400 dəqiqəni biz saatlara çevirməliyik. 400 dəqiqəni 60-a bölərsək, 6 saat 40 dəqiqə etmiş olur. 6 saat 40 dəqiqə üstə gəlirsə 12:20, bu bizə 18 və 1 saat 19:00 verir. Və beləliklə 10:20-də Parisdən Paris vaxtı ilə yola düşmüş təyyarə 19:00-da Bakıda enmiş olur. Cavabımız D bəndi. Əziz şagirdlər, düşünürəm ki, bu suallar sizdə özgüvən yaratdı, əminlik yaratdı və siz artıq heç nədən qorxmadan Oxuyan Az saytında qeydiyyatdan keçəcəksiniz və olimpiyadamızda iştirak etmiş olacaqsınız. Unutmayın, bu ildə çox gözəl hədiyyələrimiz sizi gözləyir.